Kiminlə ürəyim barışdım? Azın il Almanya ilə qalırsa yazsa. Söhbət Almanya. Barışdın. Kiminlə barışdım? Bugün düzələcək. Daha nə oldu belə şey olar? Kiminlə barışdım? Dün Arzu dünən pis görünürdüm. Lap qəşəngli görünürdüm. Dünən Ceski giymişdim. Kızlar son videoma bakın görün pis görünürəm. Bilirəm. Yazmayın burada. Bilirəm. Biz nə bilmişdiniz? Bilirəm. Onu yazmayın burada. Baxdınız? Mən heç kimlə barışmamışam. Məndə 2 vətəndaşlıqdır. Köynədən qalan vətəndaşlıqdır. Prosta mən xarici vətəndaşlığımı işlətmirəm. Onu sadəcə lazım olanda işlədirəm. Lazım olanda ortaya çıxardıram. Etibar. Hə, bilirdim nə var. O buzun tutmadım. Bunun güçlü. Niyə o yaxşı idi? Yox, bu da qəşəngdir. Yo, o tutmur, o sürüşür. Dur, gəl. Yo, bax. Gəl. Dik tutur da, bəs əyilmir. Gəl. Birdən bura şey qoydu. Sınıq gözü yerdə saxlamazdır. Bura bir dənə şey qoydu. Özü də qəşəng göstərir. Yaxşım yerdə görsən. Yo, attım onu. Gəl. Bu böyüdü, bu da balaca. Yine da. Kızlar bir daha son videoma baxın. Görün tutub. Tutub. Düz diye yazıb cavab vermişim. Mən neyiniyim, səhifəm niyə belə olub? Nədən ola bilər görəsən? Nədən ola bilər? Uyarıma baxdım, gördüm uyarım zadım yoxdur. Həftəlik sorğu elədim. Uyarı zad yoxdur. Nədən ola bilər? Düzələcək. Ay Allah. Nədən ola bilər ki? 2K baxış azdır da ürəyim. Yedek səhifəmdə şey var. Səhifə ihbal edin, nədir ondan var. Gedim görüm neyinirəm. İstəyirəm gedim şeyin yanına. Aygünün. Mən yasamala getmirəm ha. Mama mən yasamala getmirəm. Mən halım yoxdur mağazin gezməyə. Olsun, hayır baxdım da, hər sıxılıyor. Nə? Şeylərini alacaq. Hə də, alsın mən pulunu verərəm. Mən yasamala getmirəm. Ora bütün propkadır oralar. Dünən apardım Ləmanı düşürdəndə də. Oy, oranın yolları. Bəs mən necə gedəcək sanki mən? Oturucu səhifə. Mən də evdəyəm hələ ki. Sonra? Hələ evdəyəm. Hələ biz də evdəydik, o şeylər yığılır. Bildim, mən istəyirsən aparım sən Aygünə.
Qoyacaqla qutansın. Biri yasam olar, sonra gedir. Haydi. Naibə hicab şeyləri, abayadı nədir ondan istəyir? Özü göndərir. Bunlar o şimdi onlardan. Biliş normalda bugün paylaşılmalıdır. Nə bilim paylaşmayıblar. Başım yarım ne yer bu? Səhər, nə səhər? Deyir İlcüzə xanımın qızıyam. Kimdir? Nə bilim kimsə yazır orada. İzafə deyir. İzafə kimdir? İzafə xalanın qızıdır. Hə, nə? İzafə xala qonşumuz. Hə, qonşu, bildim. Adım İldüzədir, qonşu. Soruş şeydir, Məzər adı Məzərdir. Adım Mənzərdir. Hə, papa kimi qonşusudur aşağıda, 4-cü mikayında. Adı nədir? İzafə xalanın qızı. İzafə xalanın qızı Mənzər. O indi bilmir axı. Nə deyirsən, sən belə eləyirsən, başa düşdüm də qonşudur. Bu analar niyə belədir? İzafədir nədir? Yazır ki, İzafə xalanın qızı. bunun adı İldüzədir. Maması rəhmətə gedib. Maması rəhmətə gedib. Allah rəhmət eləsin. İzafə xala rəhmətə gedib. Allah rəhmət eləsin. Az qızlar yazın, Allah rəhmət eləsin. Qadını. Ondan niyə 2 dənə? Burada da vardı. Papalı. Yanımdadır mı baxım? Yəqin Allah elə birində al. Arzu səni çox sevirəm, mən də sizi çox sevirəm. Səbirlidir necə mama? Mən yox. Mən qəti səbirli deyiləm. Qəti. Mənim səbrim çatmır. Mənim əsəblərim üzdədir. Mən bilsiz necəyəm? Bax görün məni necə şey. Mama məsələn, mama. Mənim mama mədənidir, kulturludur. Sakit danışar, səbirlə danışar. Məndə o hövsələ çatmır. Səbəb nədir? Səbəb nədən ola bilər? Nöşün eləyəm? Sən qabaq belə dördü. Əsəblərim çox üzdədir. Son videoya daxil olun. Qızlar bir dənə gedin son videoma like qoyun, komment yazın da. Görün düzələcək. Kimdir danışan? Mama. Canım bal, təşəkkür. İndi deyərlər anon da estetik eləyib. Yox, o xəstəliylə bağlı. Məndə problemlər. Gedin videoma baxın, gəlin qızlar. Xəssiyyət olaraq biz 2-1 dalğayıq. 2 bir dalğa. Mən oxşamışam Alma xanıma. Mən nənəmə oxşamışam. Nənəm elədi. Belə oldu. Yəni bu oğlunun məndən 3 yaş böyüdür də. Mən bir dəfə eşitmədim ki, bu oğlunu üçün pislisin. Pisliyor axı, mən yalandan necə qorxuram Allah. Az yaxşı az, oğlun qədər əsəbi. O əsəbi görə onun dilini taxmaq lazımdır onun görə. Zaten oğlum qədər ana istəyən həyatda yox. Başa Nə güzel, yəni istəməlidir də oğlusan. Oğlun Mən də istəyərdim də onu veriləm içinə. Oğlum elə məni, anam mənə elə istəsəydi, mən də anam elə istəyərdim.
Ama səndən görürəm. Hər şey iki tərəflidir. Elim yazıb bizim ev. Nə yazır? Bizim ev, eyni söhbət. Roza İldüzü bilsən necədir? Uşaqlarını da elədi. İstəyini bildirə bilmir. Yoxdur onu, soyuqdur, soyuq. Sən oğluna bildir. Mənəm soyuq. Sən soyuq. Amma cəmaata can. Sveta. İnsanlara... Bax, mənim anam qız bürcüdür. Çox çetin xəssiyyəti var. Çünki qız bürcü Çox. dürüst olur. Mən dürüstlükdən danışmam demədim, dürüst olmur. Dedim, çetin bürcüdür. Mən bir xərçəng bürcü olaraq, mən hamı ilə yola gedə bilərəm. Bürcülərə inanırsan, Allah'a Yox, inanırsan. yola gedə bilərəm. Amma hamı ilə danışıb gülüb eləyərəm. Amma Gör nə zamaniyə gəlmişik ki, bürcü ilə söhbət edirik. bürcü xarakterinin bir hissəsini göstərir. Bürcü. Şu şeylər duyurmuş. Az qəti. Yüksələnim nədir mənim? Bilmirəm ki. Mən xərçəng. Xərçəng bilirsiniz necə bürcdür? Bax, mən sizə xərçəngdən danışım. Xərçəng deyir ki, gəl sənə əl uzadım, uzadır. Bir dəfə eləyir, 2 dəfə eləyir, 3 dəfə eləyir, 4 dəfə eləyir. Yenə də eləyir. Xərçəngdən danışıram, mən bürcdən danışıram. Ətrafından danışıram. Yəni, mən indi şəxsən özümdən danışıram. Yenə də xərçəng bağışlayandır. Çünki xərçəngdə kin deyə bir şey yoxdur. Mama xərçəng deyir, mama qız bürcüdür. Papa balıqdır. Papanın bürcü ilə yola gedirəm. Xərçəngdən danışım, amma fikrimi yayındırdım. Yerim yazıb sevinç xala. Ayca. İlim at bürcüdür. Bugün mənim ilimdir. Bugün nədir? Bu il mənim ilimdir. Sən deyil söz. İnsanlara həmişə bir gözlə baxmalısan. Mən beləyəm də, ayma, mən neyniyim? Mən beləyəm. Mən şıltağım. Mən deyişən deyirəm. Sən mənə neynəsən də mən deyişən deyirəm. Mənim xarakterim budur. Mənim qanım qaynayır. Mən xoşlayıram, mən beləyəm. Mamam mənim sakitdir, mənim mamam mədənidir, kulturludur. O mamam tamam başqa bir abu havadır. İndi mən neyniyim, mən beləyəm. Mən oxşamışam olmaqama, nenəmə, anamın nənəsinə. Sən bərəkətlidir o. Bizə necə hörməti var idi o arvadın mikrorayonda? Bax, atama oxşamışam. Yaxşı, mənim nənəm böyüdür də, mən niyə oxşamırsan? Hətta mən nə bilim sən nə çoxsan, atova oxşamısan yəqin. Əkrəm baba sakit idi. Mənim nənəm dörə anamın nənəsidir. Mənim ulu nənəm. Almaxam. Mamamın nənəsidir. Sədrağanın, Səyid var ya, Sədrağa. Prosto mənə bir dənə çatmır. Sədrağa Seyid idi, anamın babası. Hələ ərdən niyə belə arvad var idi? Əri Seyid idi Almaxamın. Zirəli. Точно atansan. Niyə gülürsünüz? Yəni
Mən deyirəm ki, Seyidin elə yoldaşın şıltaq. Bu ekstradan qızlar. Papa gedib qəbirstanlığa. Mən də gecəydim. Anasının yanına. Pəriş, öpürəm ürəyim. Tofi ilə aranız necədir? Bibi oğlumu deyirsiniz? Yoxsa mırtdaşıb deyirsiniz? Atamın bacısının oğludur Tofi. Naibə ona oxşayır. Kimə? Naibə mənə oxşayır. Mən atama oxşayıram. Atam anasına oxşayır, indi oxşamasın. Var da nənəmin şəkli. Var. Orada yok. Bak orada. Almanya'da da hə. Tofiyəmi? Tofiyəmi kimdir? Əmin də rəhmət eylesin. Ha, kimsə sənin qohumlarındandır. Allah rəhmət eylesin. Hə, Tamilanın bacısı, qardaş. Allah rəhmət eylesin. Amin. Hə, Tofiq əmi yaxşı kişi idi. Tamila bibi var idi. Tamila bibi deyirdim, o yaxşı bir dənə bibim var. Mənim bibimdir, anamın bibisi. Rəhmətə getdi, Allah rəhmət eləsin. Onun qardaşı. Hə, bax o bibi idi. O mənim bibim deyir ha. Hə, o bir tək idi o qadın, Tamila bibi. Ondan yox idi. Öz Bakılı idi, yoldaşı Naxçıvanlı idi. Yoldaş da çox yaxşı idi. Allah rəhmət eləsin. O arvad tək idi. Özdə qızlar bir sözünə gülən, danışan, o qədər şən qadın idi. Belə zor qadın idi. Dastoynu qadın idi. Ərindən sonra evlənmədi o. Qızı ilə danışırsınız. Sən bu kimsə qohum əqrəbədir. Mama danışır, mən yox. Mama danışır ən qızı ilə. Mən o bibidən başqa heç kimlə danışmırdım. Heç kimlə, heç atamın bacılarını danışdırmıram mən. Bir dənə o bibi ilə danışırdım. Çünki, amma onun ürəyi idi o arvadın. Qızıl idi, qızıl. Hələ bir ki öz bibim idi. Amma anamın bibisi idi. Ana tərəfimdən yaxşılar var. Aralarında yaxşılar var. Bax, məsələn, şey var idi, Eldar əmi, Sovetskidən. Mama tərəfdir. Sənin neyin sayılır? Mamanın xalası oğlu Eldar əmi. Papa ilə eyni yaş idi. Kişi qızıl idi. Qızıl, o bir tək idi və təkdə qalacaq. O köynə kişilərdən var idi, bax elə bir xarakterli. Eldar əmi, Sovetskidə bəlkə tanıyan tanıyar. 3-4 Mirzə Fətəlidən idi. 3-4 ildə rəhmətə gedib, hə? Yox, çox. Rollar o qədər. Hə, və ürəyi belə idi, qızıl idi. Zakirəm idi, 3-4. Hə, Zakirəm də yaxşı, amma Eldar əmi ilə bir başqa onu çox istəyirdim mən. Mamaya salam de. Mama sənə salam deyir Bakılı. Canım çox sağ ol, anam, çox sağ ol. Allah razı olsun. Mən dağlı. Bir tərəfim dağlı, bir tərəfim Bakılı. Dağlılar, necəsiz? Biraz sizə çəkmişəm, mən. Qurban olaram sizə. Sizi bir başqa istəyirəm. Hı? Dağlılar, necəsiz? Kızı. Papa da papa. Papanın bir tərəfi dağlıdır. Bir tərəfi papamın bir tərəfi Bakılıdır, bir tərəfi dağlıdır. Anası Bakılıdır. Xızıdan ha. Mən olmuşam Xızıdan. Səni yuxuda görmüşəm. Nə görmüşəm? Eldar əmi oğlu var idi, Kamil. Var, yox, var, hə. Sovetski.
Dırnağımı rufa eləyim. Arzu, Ayçın. Hə, aşkım. Birazdan yəqin ki, yasamala gedərik. Ərzaqla gəlsin. Mən getmirəm. Mama, getmirsən hamama? Aparım sənə hamama. Mən də yox. Mənim işlərim var, gelin ayva şey alın. Mənim ayva vacibdir, hamam vacibdir. Gedək hamama, 2 saat çimər. Axşam gedək. Axşam. Baxarım axşam. Qoyun ayva ilə gedim, alın ayva şeylər. Hamama istəyirəm, yasamala. Söz vermişəm dayı. Əslində o qədər ehtiyacım var. Bəlkə durum gedim hamama. Bədənim yorğundur. Mənə o hamam çox yaxşı gəlir. Nazlı öpürəm. Allaha qoy, yasamaldakı hamam. Gedim həftədə bir dəfə. Masaj superdir. Məni orada Seva masaj eləyib. İlk dəfə ki o eləyib. İndi ümumi orada olmuşam. Bir 9 dəfə olmuşam. Bu 6 həftədə. Bəlkə də çox olmuşam. Bilmirəm də səhifələrini, belə adını deyə bilərəm. Yasamaldadır, Beatrici. Səhifələr necə yazır qızlar onlar? Bordo dəst, bordo hansı dəst? Dırnaqlarımın Nail verilişi geyindiyin haradandır? Mən kimi arıqsansa verim sənə. Ağ kostyumu deyirsən? Yox, şey deyirlər, pardon. Pardonu şeydən almışam. Bakumoldan. Bakumolda 2-ci mərtəbə. Kataxi idi, nədir səhifə, mağazin adı. K-la başlayır. Bakumola gedin, Bakumola. Mado aşağıdadır. Yuxarı qalxın 2-ci mərtəbə. Xalil, hə, o. Oradan. Görsün, mən sizə hər şey deyirəm. $65 manat. Yo, ağ kostyumum Almanya'dan da, o bahadır. Hə, gedir. O bahadır. O 4 manata almışam. Yani bundan bahadır. Beliş bugün çıxmalıdır mən biləni. Beliş bugün çıxmalı. Uşaqlar gəlib, yox aşkım. Öylər gəlmir. Dırnağımı rufa eləyib. İllərin rufası. Rufa çox qəşəng. Dibinə bax. Çox qəşəng eləyir də. Bir də əl işləri var qızlar. Birinci dırnaq mən bu bəyəndim. Düzdür, biraz uzun da gerək qısa eləyərdim. Amma formasıdır, işin təmizliyidir. Ucu bir həftədə eləmişəm bax. Mənə bilirsiniz, dırnağı nə qədər reklama yazırlar. Mən bilirsiniz ki, dırnaq reklama eləmirəm. Bax, Allah haqqı eləmirəm. Ödəniş belə verirlər ki, gəl eləyim, eləmirəm. Rufada mən onu o vaxtı itirmişdim. İllərin rufası var, Nail Rufa, bax o. Çünki dırnaq elə bir şeydir ki, higiyendir. Orada da dırnaq ət təmizləyən bütün xəstəliklər keçə bilir. Ona görə mən dırnaq reklamı ümumiyyətcə götürmürəm. Amma Rufanın əl işinə söz yoxdur. Ona görə mən sevə-sevə qızlara paylaşdım. Belli qızın adı nədir? Nigar. Nigar elə şeydə necədirsə, kamerada, həyatda da elədir. Nigar Fərhad. Nigar o məndən də balacadır boyda. Çox balacadır, elə şirindir. Mən də balacayam, amma məndən də balacadır Nigar. Mən xərçəng. Hə, bu ev geyimiddə qızlar. Ay, ayağım yatdı deyə beləm. Ay. Yo, dünənki paylaşmışdım, maşın görsənmirdi. Yo, TikTokumda problem var. Mənim nəsə TikTokumda var.
Dünən şəkil qoymuşdum. Şəkil ki, məndə həmişə tutur. Məndə şəkillər qəşəng tutur. İnşallah ayın axırı, fevralın əvvəli.